Hı hı. Yəni davam eləyək. 1, 3, 4. 1, 3, 4 dediyi burada saata görə bir istiqamətində. İndi həmin saatı gətiririk, çəkirik B variantının içində. A-nı, D-ni, D-ni atmışdıq. İndi burada da yuxarıda 1 ilə başladımsa, burada da 1 ilə başlasam yaxşı olar. İndi baxaq, saat əqrəbi istiqamətində birinci 1 gəlib. Birdən sonra hansı üz gəlib? 4. Sonra 3 3. gəlib. Burada 1, 3, 4 oldu. Burada 1, 4, 3 oldu. Deməli, onda B variantı ola bilməz. Baxırıq sonra Y variantına. Təbii ki, Y variantı doğru cavab olacaq. Axıra qalan variantdır. Baxırıq 1, 6, 4. Görən 1, 6, 4 də burada yanbayandır. Yanbayan olmasa artıq döndürəcəm. Gətirəm saatı çəkirəm içinə. İndi kömək eləyin. Saat əqrəbi istiqamətində hansı üzlər gəlib? 1, 4, 6 olacaq. 6. 1, 4, 6. 1, 4, E 6. variantında böyle olur. 1, Y 4, 6. variantında da saat əqrəbi istiqamətində 1, 4, 6. Doğru cavab ona görə olur. Y variantı. Aydın oldu. Bəli. Bəli. Yaxşı. Yanındakı suala baxaq. Biraz yaxınlaşa bilirikmi? İndi baxaq burada. A variantı doğru cavab ola bilər. Xeyr, ola bilməz. Ola Hayır, bilər. A variantında karşı karşıya olan üstler var. Bəli, dairə ilə ağ üz qarşı-qarşıyadır. Doğru cavab ola bilməz. Ona görə A-nı da atırıq. Onda Y-ni də ataq. Y-də də dairə ilə ağ üz qarşı-qarşıyadır. Sonra, D'ni de ataq müəllim. bəli, plusla bu x. D, D. Aha, B'ni də qarşıyadır. D-ni də atırıq. Qalırıq B ilə C-nin arasında. Yenə köməyimizə çatır saat əqrəbi qaydası. Saat əqrəbi. Baxırıq B variantında qara üz, ağ üz x yanbayandır. Ağ üz digərlərindən uzaqdadır deyə ağ üzü demişdim döndərə bilirəm. Ağ üz dönəndə də olur elə ağ üz kimi qalacaq. Yəni bir fərqi olmayacaq. Gəldi döndü üstünə. İndi saat əqrəbi istiqamətinə baxsam. Birinci qara üz, sonra x, sonra ağ üz gəlib. Bu qara üzü biraz belə yazaq. İndi burada saat əqrəbi istiqamətində birinci qara üz, Sonra x, X, sonra ağ gəlib. Elə doğru cavab nədir? B. B B variantı. variantı. C variantına da baxaq amma. Görək C variantı niyə səhvdir? C variantında indi plus ağ qara. Burada birinci ağ gəlməlidir. Sonra plus işarəsi gəlməlidir. Sonra qara gəlməlidir. Burada birinci ağ gəlib. Sonra qara gəlib. Sonra plus gəlib. Ardıcıllıq ödəmir. Ona görə C səhvdir. Doğru cavab B oldu. Aydın oldu hamıya. Saat əqrəb qaydası nə işə yarayır? Bəli, bəli. Əla. Sonra üzlərin vəziyyəti. Üzlərin vəziyyəti nə deməkdir? Ola bilər ki, cavab saat əqrəbi qaydası ilə də düz çıxsın. Qonşu qarşı üzlə də düz çıxsın. Amma ki, üzlərin vəziyyəti səhv olsun. Bu artıq çox çətin suala şamil olunur. Baxırıq indi. A variantı 1, 2, 4. Doğru cavab ola bilər. Heç biri bir-biri ilə qarşı deyil. Burada 3, 4, 6. 3, 4, 6 da mümkündür. Qarşı deyirlər. C variantı 1, 5, 6. Bir-biri ilə qarşı deyirlər. D variantı 2, 3, 5. Qarşı deyirlər. Y variantı 2, 3, 5. Qarşı deyirlər. Qarşı üzlər qaydası ilə heç bir variant ata bilmədim. Ona baxırıq saat əqrəbi qaydasına. Görək saat əqrəbi qaydası ödəyir, yoxsa yox. İndi saat əqrəbi qaydasına baxsaq, 1, 2, 4-ü A variantına yanbayan gətirmək lazımdır. İndi biri mən əvvəlcə döndərməliyəm aşağı ki, bu 4, 1, 1 vəziyyətini alsın. Yəni 1, 4, 1 vəziyyətini. Nöqtə elə olduğu kimi dönəcək aşağı, olacaq elə belə bir nöqtə. İndi bu 1-i olduğu kimi kəsib aparıb, hara yapışdıra bilərəm? 4-ün yanına yapışdıra bilərəm. İndi bura 1, 2, 4 idi axı. Mən bunları yanbayan gətirməliyəm. 2-ni də döndərib aparmalıyam 4-ün üstünə. 2-ni bir dəfə döndərdim. 2 olacaq, alacaq bu vəziyyəti. Dairənin biri yuxarıda, biri aşağıda. 2-ni bir dənə də döndərsəm, alacaq bu vəziyyət. İndi baxaq saat əqrəbi qaydası ödəyəcək. Saatı çəksəm içinə 1, 4,
Sonra 2 gəlib saat əqrəbi istiqamətində. Burada isə saat əqrəbi istiqamətində gəlib 1, 2, 4. Deməli, saat əqrəbi qaydası ödənmədi. Yox. Sonra indi baxaq. Burada 2, 3, 5 var. Aha. Bunu silək. Hamısını silək geçsin. 3, 4, 6. İndi 3, 4, 6. Deməli 3'ü, 4'ü, 6'nı yanbayan gətirməliyəm. 3 ilə 4 yanbayandır. 6 gəlməlidir bunların yanına. 6 bunların yanına gəlsin. 6'nı indi 90 dərəcə döndərsəm alacaq bu vəziyyəti. Nöqtələr alt-alta düzüləcək. İndi saat əqrəbi istiqamətinə baxıram. 3, 4, sonra 6 gəlib. Burada da saat əqrəbi istiqamətində 3, 4, nə gəlib? 6 gəlib. Doğrudurmu? Doğrudur. Deməli, doğru cavab ola bilər. Amma baxıram 3'ün burada vəziyyətinə. Diqqətli olun. Burada 3, görürəm 6'ya daha yaxındır. 3'ün o nöqtəsi 6'ya daha yaxındır. Amma bizə verdiyi kubda 3'ün nöqtəsi nəyə yaxındır? 4'ə. Burada 6'ya yaxındır, burada 4'ə yaxındır. Deməli, onda bu kub yuxarıdakı kuba aid deyil. Saat əqrəbi qaydası ödəsə də. Başa düşdü axırıncı dediyimi hamı? Bəli. Yuxarıda 3'ün nöqtəsi 4'ə yaxın idi, amma cavabda 3'ün nöqtəsi 6'ya yaxın idi. Ona görə B-nin açılışı ödənmir. Baxaq indi C variantına 5, 6, 1'ə. Yine 5, 6, 1'i yanbayan görmək üçün 1'i döndərirəm aşağı. 1'i döndərdim aşağı. Baxaq indi saat əqrəbi qaydası ilə 1, 5, 6 gəlməlidir. Amma burada nə gəlib? 1, 6, 5 gəlib. Deməli C variantı doğru cavab deyil. Baxırıq onda D ilə Y-yə. 2, 3, 5. Baxaq saat əqrəbi istiqamətində. 2, 3, 5. 2, 3, 5 gəlib. Burada da 2, 3, 5 gəlib. Y variantı 2, 3, 5'dir və Y variantı da 2, 3, 5 gəlib. Hər iki varianta saat əqrəbi qaydası ödəyir. Amma birində üzlərin vəziyyəti düzdür. Yaxşı, bunu da siz fikirləşin. Görün hansında üzlərin vəziyyəti düzdür. D variantında məncə daha Y düzdür. variant. Hə. Y yoxsa D? Y yox, D, D. D variantı mənim D. D variantı. Bəli, D variantı düzgün cavabdır. Niyə? Çünki yenə dedik, bax, buradakı 3 hara daha yaxındır? 5'in daha orta yaxındır nöqtəsinə daha və yaxındır yəni. D variantında da 3 5'e daha yaxındır. Amma ki, Y variantında 3'ün o nöqtəsi 2'ye daha yaxındır. Ona görə Y səhvdir. Üzün vəziyyətinə görə D doğru cavabdır. Aydın oldu üzün vəziyyəti nə deməkdir? Bəli. Hamıya Bəli, aydın aydın. oldu. Sual yoxdur. Davam edək onda. Misal üçün 11-ci suala baxın. Deyir, kubunun açılışına uyğun olan variantı tapın. İndi B, C, F. A variantı doğru cavab ola bilər. Qarşı üzlər deyirlər. Hamısı bir-birindən qonşudur. Saat əqrəbi qaydasına Ola baxsaq. bilər əslində. B, C, F gəlib. Burada da saat əqrəbi ilə B, C, F gəlib. Doğru cavab ola bilər. Baxın indi üzlərin vəziyyətinə. Üzlərin vəziyyəti doğrudurmu? Əslində elə doğru cavab A variantı çıxdı. Nə pis oldu bu? B, C-yə baxır. Baxın, B hara baxır? C-yə. Burada da B hara baxır? C-yə baxır. F-in də bu baş hissəsi B-yə söykənməli idi. Burada da F-in baş hissəsi B-yə söykənib. F-i C-ni də üstünə döndərsəm, F baxacaq C-yə. Burada da F baxır C-yə. Yəni doğru cavab nədir? A variantı. B variantı niyə səhvdir? Yaxşı, ona baxaq. B variantı niyə səhvdir? B-də A ilə B çəpəki durublar, yan-yana Bəli. durmalıdırlar. A ilə B, A əslində A belə dayanmalı idi. Doğru dayanması bu idi. A-nı
ya da ki A burada belə dayanmalıydı ki, doğru olsun. Yəni A'nın bu təpə nöqtəsi B-yə baxmalı değildi. Burada səhvdir B variantı. C variantında 2 dənə B yazıb. 2 dənə B üzü yoxdur heç. D variantında Orada da D ilə F-in vəziyyəti. bax, burada F-i gətirərəm nəyin yanına? C-nin yanına. FCD-ni yanbayan görməliyəm birinci. FCD-ni yanbayan görmək üçün F-i döndərdim. F alacaq bu vəziyyəti. Saat əqrəbi istiqamətinə baxsam C, D, F gəlməlidir. Burada isə C, F, sonra D gəlib. Ona görə saat əqrəbi qaydası burada ödəmir. Üzün vəziyyətləri də səhvdir. F C-yə baxmalıydı burada. F C-yə baxmalı, amma burada F C-yə baxmır. Y variantında yenə saat əqrəbi qaydası ödəmir. A, B, F-dir. Burada A, F, B-dir. Yəni üzün vəziyyəti səhvdir. F-in baş hissəsi B-yə baxmalıydı. Burada isə F-in aşağı hissəsi B-yə baxıb. Aydın oldu hamıya. Sualı olan var burada. Sualı olan yoxdur. Səslənmir də yoxdur. Baxaq bu suala. İndi deyir bu kubu kapanışını verib bizdən açılışını istəyir. Bu kubu kapanıb və bunlar görsənirsə, deməli bunlar qonşu üzlərdir onda. Yəni bu üzlər qarşı-qarşıya ola bilməzlər. Qarşı-qarşıya ola bilməzlərsə, onda deməli C variantını ataram. C variantı mümkün deyil. Çünki burada damalı ilə qara nöqtə qarşı-qarşıyadır. Qalan variantlar isə düz variantdır. Baxaq indi A variantına. Damalını gətirim nöqtənin üstünə. Olsun belə. Yine burada nə olub? Saat əqrəbi istiqamətində nöqtə, damalı, qara üz. Burada saat əqrəbini çəksən, nöqtə, qara üz, damalı. Deməli, onda A variantı səhvdir. B variantına baxsam, nöqtə, qara üz, damalı. B variantı səhvdir. Bizə nöqtə, damalı, qara üz lazımdır. D variantına baxsam, nöqtə, qara üz, damalı. Yəni bu da səhvdir. Bəli, cavab Y variantıdır. Nöqtə, damalı, saat əqrəbi istiqaməti. Nöqtə, damalı, qara üz. Doğru cavab oldu. Y variantı. Aydın oldu hamıya? Bəli. Bəli. Əla. Yaxşı. Davam edək onda. Bizə eyni kubun 3 dənə açılışını verib, bizdən doğru cavabı istəyir. Belə suallarda nə etmək lazımdır? Kubun qonşu üzlərini, qarşı üzlərini tapmaq lazımdır. Demişdik, kub qarşı üzü ilə eyni şəkildə görsənə bilmir. Amma qonşuları ilə eyni şəkildə görsənə bilir. Misal üçün, görürəm ki, hər... Necə? 1 ilə 2 qarşıyadır deyə D-ni çıxaq. Yox. Aha, 1 ilə 2 qarşı-qarşıyadır. Belə şərtdə ikisi də verilib deyə qonşu olmalı. Amma D qarşıya verilibdir. Əvvəl tapaq. Elə- Baxın. Elə 2-ni buradan götürürəm 2-ni. 2 hansı üzrlə görsənib? 2 1 ilə görsənib, düzdür? 4 ilə də görsənib. 5 ilə də görsənib. 6 ilə də görsənib. 6 ilə də. Aha, nə ilə görsənməyib onda? 3 ilə Üçlə. görsənməyib də. Onda deməli 2-nin qarşı üzü 3-dür ki, 2 ilə 3 bir yerdə görsənə bilməyiblər. Aydın oldu. Bəli, aydındır. Onda D Misal- variantını seçirəm. Misalsın baxalım. Elə buna görə cavabı tapa bilərikmi? Burada 2 ilə 3 qarşı-qarşıyadır. Doğru ola bilər. Baxın, burada da 2 ilə 3 qarşı-qarşıyadır. Ola bilər. Deməli, 2 dənə variantda varsa, artıq mən başqa bir cavabda tapmalıyam. Başqa bir qarşı üzrə təyin etməliyəm. Misalsın, baxın görün başqa hansıdır ən çox üzrlə görsənən. Misalsın, 1-i götürsəm, 1, 2 ilə görsənib, 4 ilə görsənib, 2 ilə görsənibsə, deməli 3 ilə də görsənə bilər artıq. Çünki 2-nin qarşı üzü 3-dür. 4 ilə görsənib, bir də 5 ilə görsənib. Hansı ilə görsənə bilmir? 6 ilə. 6.
Deməli 1-in də qarşı üzü onda nədir? 6. Qalır 2 dənə üzümüz. O da neçə? 4 ilə 5. Deməli 4 ilə də 5 qarşı-qarşıyadır. Hə, onda baxaq indi variantlara. Misal üçün, Y variantına başlamaq istəyirəm bu səfər baxmağa, ən aşağı variantda. Baxıram, 2 ilə 3 qarşı-qarşıya olmalıdır. Burada 2 ilə 5 qarşı-qarşıyadır. Onda deməli Y səhvdir. D variantında 2 ilə 1 qarşı-qarşıya olub. D də səhvdir. Burada C C variantında 2 ilə 3 düzdür. 1 ilə nə qarşı-qarşıya olmalıydı? 6, amma 5 qarşı-qarşıya. Səhvdir. B variantında 1 ilə 4 qarşı-qarşıya olub. Səhvdir. Doğru cavab olur A variantı. 2 ilə 3 düzdür. 1 ilə 6 düzdür. 4 ilə 5 doğrudur. Doğru cavab olur A variantı. Aydın oldu hamıya? Bəli. Bəli. Əla. Yaxşı. 1-2 dənə də suala baxaq. Baxaq yuxarıdakı suala. Burada kubu çevirə-çevirə gedir. Əgər belə ox qoyub, sonra da sual işarəsini qoyubsa, deməli kubun çevrilməsindən alınan fiquru istəyir. Baxaq, görək kubu necə çevirir. Görən buradakı romb gəlib qabağa. Deməli, onu kubu soldan sağa döndərib. Soldan sağa döndərib. Sonra görən bu romb hara gedib? Yuxarı qalxıb. Deməli, onda Aşağı. öndən arxaya doğru döndərib. Öndən arxaya çevirib. Sonra görəm ki, bu dairə önə gəlib. Bu dairə önə gəlibsə, deməli, təzədən soldan sağa çevirib. Sonra indi A variantı. bunu atmalıdır arxaya. Bunu indi arxaya atsa, yuxarı gəlməlidir nə? Dairə üzü. Yuxarı dairə üzü gəlməlidir. Bunu çəkək. Cavab D variantı olacaq onda. Bəli, yuxarı gəlməlidir dairə üzü. Qara üz olduğu kimi qalmalı, çünki arxaya dönüb. Yuxarıda dairə üzü, sağda qara. Deməli, C-ni atırıq, A-nı atırıq, B-ni atırıq. Qalır D ilə Y arasında. Yuxarı dairədir. Dedik ki, solda da qara üz olduğu kimi qalmalıdır. Yeni də atıram, doğru cavab olur D variantı. Aydın oldu bu sual hamıya? Bəli. Bəli, sualı olan yoxdur. Düşünürəm, asan sualdır, çətin sual deyil. Baxaq. Bu sual qəbula düşən sualdır. Bu sualda burada 4-ün sözü səhv düşüb. 3-ünü olmalıydı. Burada niyə 4 dənə yazılıb? Deyir, yuxarı üzündəki nöqtələrin cəmi ən az neçə ola bilər? Yuxarı üzündəki nöqtələrin cəmi ən az neçə ola bilər? İndi, nöqtələrin cəminin ən az olması üçün yuxarı ən kiçik ədədləri yazmağa çalışmalıyam. İndi, fikirləşək ki, 5. Əvvəl qonşu qarşı üzü təyin edək. 5-in qarşı üzü nədir? 4. 2-nin qarşı üzü 3. Onda deməli 6-nın da qarşı üzü 1-dir. İndi bura 5 yazıbsa, 5-in arxasında nə qalıb? 4. Deməli onda yuxarı 1 yaza bilərəm də, bir dənə nöqtə qoya bilərəm. Ki, cəm ən kiçik olsun. İkinci kuba baxsam, ən önə 2 yazıb. Deməli onda arxasına da 3 düşüb bunun. Onda deməli mən yenə yuxarı 1 yaza bilərəm. 1 başqa bir üzdədir. Yuxarı 1 ola bilər. İndi bura önə 1 yazıb. Deməli bunun arxası 6-dır. Artıq önə 1 yazıb deyə mən bunun üstünə 1 yaza bilmərəm. 1-dən böyük ən kiçik ədəd hansıdır? 2. Olur 1 üstəgəl 1 üstəgəl 2. Doğru cavab olur. Neçə? Cəm ən az 4 ola bilər. Aydın oldu. Bəli. Yaxşı, bundan bir dənə baxaq. Burada da yenə eyni sualdır. Nöqtələrin cəmi deyir, ən çox neçə ola bilər? Bu səfər ən böyüyü yazmağa çalışırıq. Burada yenə qarşı üzləri təyin eləyək. 2-nin qarşısı 5-dir. 3-ün qarşısı
4'tür. 1'in qarşısı 6'dır. 6. İndi 5'in qarşısı 2'dir. Yəni 2 birinci kubun arxasındadır. Onda yuxarı nə yaza bilərəm? 6 yaza 6. bilərəm. İndi 1'in qarşı üzü nədir? 6'dır. 6 Aha, heç deməli yaza onda bilmərik. Yeşil. kubun Yani arxasında 6 var deyə mən 6-nı təzədən yuxarı yaza bilmərəm. Məcburam yuxarı yani nə yazam? 5 5. yazam. 4'ün qarşısındakı üz 3'dür. Onda deməli mən 6-nı 6. yuxarı yaza bilərəm. 6. Olur 6 üstə gəl, 5 üstə gəl 6. 17. 17. Doğru cavab olur 17. Aydın oldu. Bəli. Misal, Bəli. sonraki suala da baxaq. Deyir, müstəvi üzərində bu hərəkət edir. Növbəti addımda zərin müstəviyə toxunan üzündən başqa digər üzlərdəki xalların cəmini hesablayın. Baxaq görək. İndi görək ki, bu 3 nə olub? Gəlib sağa. Deməli, onda bu kubu necə çevirib? Soldan sağa çevirib, atıb. 5 də qalıb önündə. Sonra görürəm ki, nə olub? Bu 6 gəlib hara? Qabağa. Onda deməli, öndən arxaya doğru çevirib. Sonra görürəm 2 gəlib bura. Deməli, yenə soldan sağa doğru çevirib. Yuxarıdakı 4 gəlib önə, arxadan qabağa doğru atıb. İndi deməli, nə etməlidir? Soldan sağa doğru çevirməlidir. Aydın oldu hamıya qanuna uyğunluq. Bəli. İndi mən bunu çevirsəm, müstəviyə toxunan üzü neçədən 2 nöqtə var? oldu. 2 olacaq, 2. bəli. 2 gəlib düşəcək aşağı. Bizə də deyir ki, müstəviyə toxunan üzündən başqa bütün üzlərdəki xalların cəmi. 6 dənə xal var. Deməli, mən 2-dən başqa hamısını toplayacağam. Çünki 2 deyəcək müstəviyə. 1, 3, 4, 5, bir də ki 6. Cəm neçə eləyəcək? 10, 9 eləyir. Düz topladıq, düz topladıq. Doğru cavab eləyir 19. Aydın oldu. Başdakı gedişatı bir başa sala Bir bilərsiniz. yerinə gideyə bilərik. Bəli, niyə demirik? Bu 3 gəldi hara? Sağa gəldi, düzdür? Və 5 də qabaqda olduğu kimi qalmışdı. Deməli, onda bu soldan sağa doğru bunu çevirib. Sonra görürəm ki, 3 yerində qalıb. Amma 6 gəlib hara? Qabağa. 5 də düşüb aşağı. Deməli, bu öndən, daha doğrusu arxadan önə doğru bunu çevirib. Sonra 2 gəlib sağa. Deməli, yenə bu səfər soldan sağa. Yenə 4 gəlib qabağı. Arxadan önə doğru. Yenə olacaq soldan sağa doğru çevirəcək. 1 gələcək sağa. 2 düşəcək isə aşağı. Müstəviyə toxunacaq 2. 2-dən başqa bütün hamısını cəmlədir. Aydın oldu. Aydındır, çox sağ olun. Hə. Bugünlük kifayət eləyər. Amma bir dənə sual vermək istəyirəm sizə. Sizdə ev tapşırığının sayı kifayət eləyir, yoxsa daha çox sual işləmək istəyirsiniz, daha çox tapşırıq atın? Daha çox ata bilərsiniz. Daha çox ata bilərsiniz. Ona daha çox tapşırıq ataram. Kimin nəyə gücü çatar, onu işləyər. Olar? Yəni mən çox işləyəmirəm. Necə? Çox işləyə bilmirəm. Dərslər falan olur deyə. Hə, başa düşürəm. Zaten ona görə azatırdım. Həm də baza dərsləridir. Elə eybi yox. Bildiyim Belə işləyirəm. deyim də, heç olmasa minimum 30-unu və yaxud 40-ını işləyərsiniz. İndi kimin nəyə gücü çatar, onu işləyər. Aydın oldu? Oldu. Aydın. Oldu. Sualı olan var? Xeyr. Sualı olan Xeyr. yoxsa onda bugünlük bu qədər kifayət eləyər. İnşallah gələn dərs görüşənədək. Sağ olun. Sağ Sağ olun. Sağ Salamat. olun. Gecəniz xeyir.